Salam əziz şagirdlər. Bugün sizə kimyəvi reaksiyanın sürətinə təsir edən amillərlə bağlı 1-dən 30-a qədər olan testlərin izahını verəcəm. Deməli uşaqlar, biz bilirik ki, kimyəvi reaksiyanın sürətinə bir neçə amil təsir göstərir. Onlardan biri də temperaturdur. Baxın, birinci, ikinci, üçüncü, dördüncü, hətta beşinci suallarımız temperaturla bağlı olan deməli sualları əhatə edir. Deməli, biz nə demişdik uşaqlar? Temperatur artdıqca reaksiyanın sürəti də artır. Yəni, temperaturun hətta Van 't Hoff belə bir fikir irəli sürüb ki, temperatur hər 10 dərəcə artdıqda reaksiyanın sürəti 2-4 dəfə artır. Və temperaturla bağlı olan düstur uşaqlar biz bilirik ki, V2 bölünsün V1 bərabərdir. Tau üstündə T2 çıxılsın T1 bölünsün 10. O T2-lər, T1-lər bizə yəni dərəcələr verir. Reaksiyanın sürətini də verib. Və bizə istəyir ki, bu reaksiyanın sürətinin temperatur əmsalını tapaq. Həmin o taunu tapaq. Deməli, uşaqlar, sürəti verib 16 bərabərdir. Taunu bilmirik. Amma üzərində bilirik ki, uşaqlar, 80 çıxılsın 60, yəni 20 bölünsün 10. Bu da uşaqlar 2-dir. 20 bölünsün 10 2-dir. Yəni, taunun üstü 2. İndi biz fikirləşirik ki, nəyin üstü 2 bizə 16-nı verər? Bu da deməli 4-dür. Deməli, taunumuz uşaqlar bizim 4 imiş. İkincidə yenə də uşaqlar temperaturları verib azaltdıqda reaksiyanın sürətinin temperatur əmsalı 3-ə bərabər olan reaksiyanın sürəti neçə dəfə azalar. Deməli, temperatur əmsalımızı verib 3. Temperaturları da verib 70-dən 20-yə düşüb. 70-dən 20-ni çıxanda eləyir 50, 50-ni də 10-a böləndə uşaqlar eləyir 5. Daha sonra deməli 3-ün üstündə 5 uşaqlar bizə həmin o sürəti verəcək və bizdən həmin o sürəti istəyir ki, baxın bu sürət neçə dəfə azalar. 3 üstü 5 də uşaqlar eləyir 243. Yəni Y variantı. Daha sonra 3-cü sualda uşaqlar temperaturu yenə verib 80 və 50-ni verib. Və temperatur əmsalımızı verib 2. Sürətin necə dəyişdiyini soruşur bizdən. Yenə yazırıq 2. Temperatur əmsalımız 2-dir. 2-nin üzərinə yazırıq T2 çıxılsın T1. 80-dən 50-ni çıxırıq 3. 30. Böləndə 10-a eləyir 3. 2 üstü 3 də uşaqlar eləyir 8. İndi bir fikir verin. Cavablarda var 8 dəfə artar, 8 dəfə azalar. Burada artıq biz şərtə baxırıq. Deyir ki, temperatur 80 dərəcədən 50 dərəcəyə qədər ensə, reaksiyanın sürəti necə dəyişir? Uşaqlar dedik ki, temperaturla sürət düz mütənasibdir. Əgər temperatur azalırsa, sürət də azalır, temperatur artırsa, sürət də artır. Ona görə də əgər bizə deyirsə ki, 80-dən 50-yə enib, o zaman azalıbsa, deməli 8 dəfə aldığımız cavabı deyəcək ki, 8 dəfə reaksiyanın sürəti azalır. 4-cü sualda uşaqlar temperatur əmsalını verib 2, sürəti də verib, dərəcənin birini verib, digərini soruşur. Gəlin yazaq 2, əvvəl sürəti yazaq. Sürətimiz 64-dür. 64 bərabərdir. İndi uşaqlar deyir ki, 40 dərəcədən neçə dərəcəyə qaldırmaq lazımdır. Deməli, həmin o qaldırdığımız böyük temperaturu yazırıq T2. Yəni, böyük temperaturumuzu bilmirik. T2 çıxılsın 40 bölünsün 10. Uşaqlar, deməli biz bilirdik ki, 64, 2 üstü neçədir? 2 üstü 6. 2 üstü 6 olmağı üçün uşaqlar bunun nədən 40-ı çıxsa bölsək ona eləyəcək 60. Və biz buradan deməli tapırıq ki, o T2-miz bizim 100 imiş. 100-dən 40-ı çıxanda eləyir 60. 60-ı da ona böləndə eləyir 6. 2 üstü 6 da uşaqlar bizə 64-ü verir. Ona görə burada doğru cavab D variantıdır. 5-ci sualda uşaqlar temperatur əmsalını verib və reaksiyanın 100 dərəcədəki sürətini verib, 130 dərəcədəki sürətini soruşur. Təbii ki, 100 dərəcədəki sürətlə müqayisədə 130 dərəcədəki sürət daha çox olacaq. Çünki temperatur artdıqca dedik ki, sürət də artır. Və bu cavablardan hər hansı biri görürük ki, 0,3-dən böyükdür. İndi gəlin tapaq. Temperatur əmsalını verib 2. Dərəcələri də, daha doğrusu, temperaturları da verib 100, 130. 130-dan 100-ü çıxanda eləyir 30. 30-u da ona böləndə eləyir 3. Deməli, 2 üstü 3 bərabər olur. Deməli, V2 deməli, V2 bölünsün 0,3.
Bu uşaqlar 2 üstü 3 bizə 8 verir. 8-i də 0,3-ə vuranda eləyir 2,4. 6-cı suala nəzər yetirsək, uşaqlar deyib ki, reaksiyanın sürətinin temperatur əmsalı 3-dür və bu reaksiyanın başa çatma vaxtını 54 dəqiqədən 6 dəqiqəyə endirmək üçün temperaturu neçə dərəcə artırmaq lazımdır? Deməli, uşaqlar, biz demişdik ki, reaksiyanın sürəti ilə zaman arasında tərs mütənasib asıllıq var. Əgər reaksiyanın sürəti artırsa uşaqlar, bizim əldə edəcəyimiz nəticə daha qısa zamanda baş verəcək. Ona görə də 54-ü böləcək 6-ya uşaqlar. 54-ü 6-ya böləndə eləyir. Deməli 9 bərabərdir. Temperatur əmsalımızı verib 3. Üçüncü isə uşaqlar 9 eləyər. Əlbəttə ki 2. Ona görə götürəcəyimiz temperatur 20 dərəcə olmalıdır ki, 20-ni 10-a böləndə eləyir 2. 3 üstü 2 eləyəcək 9. Ona görə doğru cavab B variantı. 7-də uşaqlar deməli temperatur əmsalını verib, dərəcəni verib və dəqiqələrimizi verib. Deyir ki, 15 dəqiqədə, deməli 20 dərəcədə bu reaksiya gedir. 5 dəqiqə başa çatdırmaq üçün əlbəttə ki, temperatur artmalıdır ki, daha qısa zamanda bu reaksiya başa çatsın. Neyinirik uşaqlar? Deməli 15-ə bölürük 5-ə eləyir, deməli 3 bərabərdir. Temperatur əmsalımızı verib 3. Biz də bilirik ki, uşaqlar 3 üstü 1, əlbəttə ki, 3-ə bərabərdir. 3 üstü bunun 1 olması üçün uşaqlar, indi diqqətlə nəyə baxırsınız? Biz uşaqlar 20-dən də 10-u çıxaraq 10 ala bilərik, bölə bilərik 10-a, eləyər 1. 30-dan da 20 çıxa bilərik, eləyər 1. Burada nəyə diqqət edirik? Əgər ki, bizim reaksiyamızı 5 dəqiqəyə başa çatdırmaq istəyiriksə, yəni daha qısa zamanda başa çatdırmaq istəyiriksə, uşaqlar temperaturu artırmalıyıq. Temperaturu artırsa, reaksiya daha sürətlə gedər və daha qısa zamanda biz nəticə əldə edərik. Ona görə də uşaqlar 10 dərəcə yox, 30 dərəcə götürmək lazımdır ki, 30-dan 20-ni çıxaraq alaq 10, onu da 10-a böləndə eləsin 3. Daha doğrusu 1, 3 üstü 1 eləyəcək 3. Yəni burada 10 dərəcədə götürə bilərdik. 20-dən də 10-u çıxaraq ona əldə edə bilərdik. Amma biz istəyirik ki, temperaturu artıraq ki, daha qısa zamanda nəticə əldə edək. Ona görə burada doğru cavab olur uşaqlar B variantı. Sonra 8-də deyir ki, temperatur 50 dərəcədən 80 dərəcəyə artdıqda reaksiyanın sürəti necə dəyişər? Və temperatur əmsalını da verib. Deməli 2 yazırıq tez. 2 üzərində yazmalıyıq. Deməli 80-dən çıxacaq 50-ni 30 böləndə 10-a eləyir 3. 2 üstü 3 uşaqlar eləyir 8. Yenə eyni variantdır. Biz baxırıq 8 dəfə azalır yoxsa artır. Baxaq ki, temperaturu bizdə 50 dərəcədən 80 dərəcəyə artırıb. Deməli artırıbsa uşaqlar, sürətimiz də aldığımız qiymət qədər artacaq. Yəni 8 dəfə artacaq. 9-cu sualda uşaqlar, maraqlı bir sualdır. Bunun üçün biz düsturu bilməliyik. Deməli uşaqlar, biz bilirik ki, sürətlə zaman bir-birinin tərsinədir. Yəni aldığımız sürətlə zaman belə deyil. V2 bölünsün V1 tərs mütənasibdir. T1 bölünsün T2-yə. Ona görə də uşaqlar V2 bölünsün V1-də nə qiymət alırıqsa 8. T1 bölünsün T2 də olacaq 8. Uşaqlar çox vaxt burada 8-də 1 götürür. Düşünür ki, tərs mütənasibdir. Zaten bizdə baxın, düsturu tərs mütənasib verib. Ona görə burada olan qiymətlə burada olan qiymət bir-birinə bərabər olacaq. Yox, əgər T2 bölünsün T1 versəydi, yəni bununla düz mütənasib versəydi, biz onun tərs mütənasib olması üçün 8-də 1 yazmalıydıq. Ona görə də eyni tərs mütənasibliyi zaten bizə burada verdiyi üçün aldığımız qiymət də zamanla eyni qiymət olacaq. Ona görə də uşaqlar burada doğru cavab olacaq D variantı. 10-cu sual uşaqlar, deməli həmin o bildiyimiz Van't düsturudur. Deyirdik ki, V2 bölünsün V1 bərabərdir tau üstündə T2 çıxılsın T1 bölünsün 10. Baxın uşaqlar, B variantı və Y variantında hər biri doğru gedir. Sadəcə birində T1 çıxılsın T2-dir, digərində T2 çıxılsın T1. Düstura əsasən yadınızda qalsın ki, düsturda T2 çıxılsın T1-dir. Ona görə də uşaqlar, burada doğru cavab olur Y variantı. 11-ci sualda temperaturu 70 dərəcədən 100 dərəcəyə artırıblar. Reaksiyanın sürətini də verib, sadəcə bizə temperatur əmsalını tapmamızı istəyir. Deməli, sürəti verib uşaqlar 27. Tez yazırıq, sürətimiz 27. Bərabər eləyirik uşaqlar, deməli, temperatur əmsalının üzərində də 100-dən 70-i çıxırıq 30, böləndə 10-a eləyir 3.
İndi nəyin üstü 3, 27 eləyər? Əlbəttə ki, 3-ün. Doğru cavab A. Bu uşaqlar deməli bizə sürətin qatılıqla ifadə olunan düsturunu verir. Burada K-nı soruşur. K uşaqlar burada sürət sabitidir. 13-ə diqqətlə baxaq. Deyir ki, reaksiyanın sürəti üçün oksigenə görə sürətin zamandan asılılığı hansı qrafik ilə əks olunur? Deməli, uşaqlar yadınızda qalsın ki, başlanğıc maddələrin sürəti zaman keçdikcə azalır, reaksiya məhsullarının sürəti isə zaman keçdikcə artır. Deməli, uşaqlar, burada oksigen başlanğıc maddə olduğu üçün zaman keçdikcə onun sürəti azalacaq. Ona görə də uşaqlar burada doğru cavab olur B variantı. 14-cü sualda da uşaqlar deyir ki, deməli bu reaksiyada kükürt dioksidə görə sürətin zamandan asılılığını hansı qrafik əks etdirir? Deməli uşaqlar, baxın, burada demək kükürt dioksid SO2-dir. Başlanğıc maddə olduğu üçün onun daha doğrusu onun sürəti zaman keçdikcə azalacaq. 15-ci sualda deyir ki, uşaqlar bu reaksiyanın sürətinin X molar qatılığından asıllıq qrafikini göstərir. Ümumiyyətlə biz sürətin qatılıqdan asıllığının düz olduğunu bilirik. O da hansı düsturla? Deməli V bərabərdir uşaqlar. K, yəni sürət sabiti vurulsun C1 vurulsun C2. Əslində C1 deyil, yəni bu ilkin maddələrdirsə, ilkin maddələrə görə belə yazırıq. CX, CY, ilkin maddələrimiz X və Y-dir. Y-ın da əmsalım 2 olduğu üçün CY-ın da yuxarı qüvvətini 2 yazırıq. Yəni ifadə bu şəkildədir. Və biz görürük ki, X-in deməli qatılığından asılılığı düz xəttidir. Ona görə də doğru cavab burada olur A variantı. Uşaqlar, deməli bu reaksiyanın sürəti amoniakın alınması reaksiyasıdır. Bu tənliyə nə aiddir, onu təyin etməyimizi istəyir. Birincidə deyir ki, amoniakın sintezi reaksiyasının kinetik tənliyidir. Bu düzdür. Deməli amoniakı almaq üçün başlanğıc maddələrimizi, yəni deməli azotu və 3 mol hidrogenin təsirindən 2 mol amoniak alınır. Deməli bu amoniakın sintezidir. İkincidə deyir amoniakın parçalanması. Xeyr, parçalanması olsaydı burada amoniakın özü olardı. İlkin maddə olaraq. Üçüncüdə deyir ki, deməli K sürət sabitidir. Bu düzdür uşaqlar. Çünki sürət düsturundan alınıb bu K. Burada deyir K tarazlıq sabitidir. Bu səhvdir. Deməli burada uşaqlar doğru cavab olur 1 ilə 3 C variantı. 17-də isə uşaqlar əksinə. Burada artıq biz amoniakın parçalanmasını görürük. Çünki dediyimiz kimi bu düsturda ilkin maddə yazılır. İlkin maddə amoniakdır ki, onun sonra parçalanmasının azotu və hidrogeni alırıq. Ona görə uşaqlar birinci doğru deyil. Burada doğru olan ikincidir. Bir də üçüncü. K burada sürət sabitidir. Deməli, doğru cavab olur burada uşaqlar A variantı. Uşaqlar 18-ci sualda deməli bizim deməli temperaturlarımızı verib baxırsınız. Temperatur əmsalımızı da verib. Saniyəmizin birini verib, digərini soruşur. Bu necə həll edirik? Deməli, saniyəni hələ ki bilmirik. Bərabərdir. Solda saniyə yazılacaq. Sağda yazırıq 2, yəni temperatur əmsalı. Üzərində yazacağıq 50 çıxılsın 30, yəni 20 bölünsün 10 eləyir 2. Deməli, uşaqlar 2 üstü 2 neçə elədi? 4. İndi deyir ki, bu 60'ı, uşaqlar baxın bu 60'ı. Biz nəyə bölsək? 4 eləyər. Burada olur 15. D variantı. Daha sonra 19'da yine uşaqlar dərəcələri verib 50 dərəcə, 70 dərəcə, temperatur əmsalını verib, saniyənin birini verib, digərini soruşur. Deməli uşaqlar yenə yazırıq 3 temperatur əmsalını. 70-dən 50-ni çıxanda eləyir uşaqlar 20, böləndə 10'a eləyir 2. 3'də 2 elədi 9. İndi uşaqlar 180-i neçəyə bölsək 9 eləyər? Buradan cavab tapırıq, deməli 20. A variantı. Sonra 20-ci sualda uşaqlar temperatur əmsalımızı yenə verib, dərəcələri verib, saniyənin birini verib, digərini soruşur. Deməli, nə edir? Temperatur əmsalını yazırıq 2, 150-dən 130'u çıxanda eləyir 30, onu da 10'a böləndə eləyir 3. Deməli, 2 üstü 3 neçə elədi uşaqlar? 8. İndi biz baxmalıyıq ki, 16-nı neçəyə bölsək 8 eləyər? Əlbəttə ki, 2-yə. İndi cavablarımızın doğruluğunu yoxlamaq üçün uşaqlar necə eləyirik? Baxırıq ki, həqiqətən də 120 dərəcədə əgər reaksiya 16 saniyə başa çatırsa və biz onun dərəcəsini artırıb 150 eləsək, daha da tez zamanda başa çatar bu. Yəni 16 saniyəyə yox, artıq 30 dərəcə artdığı üçün 2 saniyəyə başa çatacaq bu reaksiya. 21-ci sualda uşaqlar yenə 50 dərəcə, 30 dərəcə, 2'ni verib,
Temperatur əmsalını yazırıq 2 və uşaqlar, deməli 50-dən 30 çıxanda eləyir 2, 20 böləndə ona eləyir 2, 2 üstü 2 uşaqlar elədi 4. İndi baxın, burada uşaqlar 30 saniyəni biz nəyisə bölə bilmirik. Niyə görə? Çünki baxın, temperaturu azaldıb. Azaltdığı üçün nəticə etibarilə saniyə də çox olmalıdır ki, temperatur azalanda daha uzun bir vaxtda reaksiya başa çatır. Yəni 30 saniyə yox, daha çox saniyədə. Ona görə biz burada nəyi fikirləşirik? Nəyə 30-a bölsək cavab 4 eləyər? Tapırıq 120. Deməli uşaqlar 50 dərəcədə bu reaksiya 30 saniyəyə başa çatırsa, temperaturu azaltsaq, əlbəttə ki, reaksiyanın sürəti də zəifləyər və nəticədə daha çox vaxtda biz, daha uzun saniyələrdə biz bu reaksiyanı əldə etmiş oluruq. Ona görə də 30 saniyədə yox, daha da çox saniyələrdə. Yəni 120 dərəcədə, 120 saniyədə biz dedik ki, bu reaksiya başa çatacaq. 22-ci sualda uşaqlar deyir ki, hansı ifadələr doğrudur? Gəlin bir-bir hansı ifadələr doğrudur, onlara baxaq. Deməli uşaqlar, birincidə deyir ki, bərk maddə maye və ya qaz halında olan maddə ilə qarşılıqlı təsirdə olduqda reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsindən asılıdır. Deməli uşaqlar, bir şey yadınızda saxlayın ki, heterogen reaksiyalarda maddələr, daha doğrusu reaksiya bərk maddənin səthində gedir və o səthindəki xırdalanmalar nə qədər çox olarsa, bir reaksiya bir o qədər sürətlə gedir. Və uşaqlar, həmin o bərk maddənin maye və qaz və yaxud da qaz halında olan maddə ilə qarşılıqlı təsiri zamanı həmin o reaksiyanın sürətinin artması da bərk maddənin xırdalanmasından asılıdır. Yəni nə qədər xırdalanma dərəcəsi çox olarsa, reaksiyanın sürəti bir o qədər çoxdur. Ona görə uşaqlar, birinci ifadəmiz doğrudur. İkinciyə baxaq. Deyir ki, katalizator yalnız bərk halda olur. Uşaqlar, bu yanlışdır. Katalizatorlar, deməli, maye halda olan katalizatorlarımız da var, qaz halında olan katalizatorlarımız da var. Ona görə yalnız demək olmaz. Yalnız bərk halda deyil, istənilən aqreqat halında bizim katalizatorlarımız var. Üçüncüdə deyir ki, əgər katalizator kimyəvi reaksiya zamanı əmələ gəlirsə, belə reaksiyalar avtokataltik reaksiyalar adlanır. Deməli, uşaqlar, bəzən elə olur ki, biz reaksiyalara müdaxilə etmək üçün onun sürətini dəyişmək, yəni artırıb və ya azaltmaq üçün ora katalizatorlar əlavə edirik. Bu zaman gedən reaksiyalara deyirik ki, bu reaksiyalar avtokataltik reaksiyalar, daha doğrusu kataltik reaksiyalardır. Ancaq əgər o reaksiya nəticəsində biz katalizator əlavə etmədən o reaksiyada katalizator əmələ gəlirsə, uşaqlar, belə reaksiyalar olur avtokataltik reaksiyalar. Bu da doğrudur. Deməli, uşaqlar, burada doğru cavab olacaq 1-3 B variantı. 23-cü suala baxaq uşaqlar. Deyir ki, hansı ifadələr doğru deyil? Burada doğru olmayan cavab axtarmalıyıq. Deməli, birincidə deyir ki, reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsindən asılı deyil. Bu səhvdir. Asılıdır. Bayaq dedik ki, reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsindən asılıdır. İkincidə deyir ki, heterogen sistemdə reaksiya fazaların toxunma səthində gedir. Uşaqlar, bu doğrudur. Ona görə bunu cavab olaraq götürmürük. Üçüncüdə deyir ki, reaksiyanın sürət sabiti temperaturdan asılıdır. Uşaqlar, bu da doğrudur. Ona görə bunu da cavab olaraq götürmürük. Bizə yalnız doğru olmayan istəyir. Ona görə doğru cavab yalnız 1 B variantı. 24-də uşaqlar, deməli, T2 çıxılsın T1 temperaturlarında gedən reaksiyaların sürətlərinin nisbətini verib V2, VT2 bölünsün VT1. Sürət əmsalımızı verib X, temperatur dəyişməsi T2 çıxılsın T1-də verib Y. Deməli, X-ımız bizim tetadır. Y-ımız da bunun üzərində olan deməli, qüvvət. Bu 8-ə bərabər olmalıdır. Biz bunu tapmalıyıq. Daha doğrusu Y bölünsün 10, T2 çıxılsın T1 bölünsün 10 ifadəmiz bu şəkildə idi. Deməli, uşaqlar, biz baxmalıyıq ki, 8-i biz nədən ala bilərik? Baxırıq, X-da 3-ün üzərinə 3, 3 üstü 3, 27-dir. Bu 8 olmur. 3 üstü 2, 9-dur. Bu da olmur. C burada doğrudur. 2-nin üzərinə 3. Baxın, 2-ni bura qoysaq X-in yerinə. Üstünə Y qoysaq 30 bölünsün 13. Uşaqlar bizə verəcək 8-i. Baxın, bizdən bu həmin 10 istəyir. Yəni, temperatur əmsalı X-i və Y-ın hansı ifadələr, hansı rəqəmlər olduğunu tapmamızı istəyir. Bu da uşaqlar C variantıdır. D variantında məsələn burada 4 verib, 4-ün üzərinə 20 bölünsün 12, 4-ün üzərinə 2 eləyir 16, 8 eləmir. Bu da səhvdir. 2-nin üzərinə də 2 uşaqlar 4 eləyir, 8 eləmir. Burada olur doğru cavab C variantı. 25-li uşaqlar yenə sürəti verib 27. Baxın, 27 bərabərdir. Deməli, X-ımız həmin o temperatur əmsalımızı X verib. Y-ımız T2 çıxılsın T1-dir. Bölünsün 10-a. Biz indi bu X-i və Y-i tapmalıyıq ki, X-imizin üzərinə olsa 27 eləyir. Burada uşaqlar doğru cavab D variantıdır. Deməli, X-a biz 3 qoysaq, 3-ün üzərinə, deməli, uşaqlar 30 bölünsün 10, neçə eləyər? 3.
3'ün üzərinə də 3 uşaqlar bizə verəcək 27-ni. Ona görə doğru cavab olur burada D variantı. 26-cı sualda uşaqlar x ilə y-in reaksiyasından alınır z və t. Bu sxem üçün hansı ifadə doğru deyil, onu tapmamızı istəyir. Deməli ki, zaman keçdikcə x-in qatılığı azalır. Uşaqlar, bu doğrudur. Ümumiyyətlə, yadınızda qalsın. Zaman keçdikcə başlanğıc maddələrin qatılığı azalacaq, reaksiya məhsullarının qatılığı isə artacaq. Bunu yadınızda saxlayın. Daha sonra, deməli, bu doğrudur. T-nin qatılığı artır, bu doğrudur. Z-in qatılığı artır, bu doğrudur. Çünki reaksiya məhsullarıdır. Qaldığı C ilə D arasında deyir ki, reaksiyanın sürəti azalır. Burada da deyir reaksiyanın sürəti artır. Deməli, uşaqlar, reaksiyanın sürəti zaman keçdikcə azalır. Bilirsiniz niyə? Çünki zaman keçdikcə artıq biz bir maddə alırıq və artıq maddə aldıqdan sonra, belə deyək, bizim artıq sürətlə işimiz qalmır. Yəni, sürət azalmalıdır ki, biz artıq o maddəni aldıqdan sonra proses dayansın. Ona görə də kimyəvi reaksiyanın sürəti azalmalıdır zaman keçdikcə. Artmalı deyil. Ona görə doğru cavab burada, daha doğrusu doğru olmayan cavab burada D variantıdır. 27-də Z deməli sinkin qırıntının əsasla reaksiyasını verir. Natrium hidroksiddə alınıb deməli duz və hidrogen. Bu reaksiyadan ayrılan hidrogen qazının həcminin zamandan asılılığı qrafikinə əsasən hansı ifadələr doğru deyil? Gəlin buna baxaq. Deməli, uşaqlar, baxın, birinci deyir ki, reaksiyanın sürəti zamanla asılı olaraq dəyişir. Bu doğrudur. İkincidə deyir ki, T1 anında ayrılan hidrogen həcmi 2 litrdir. Burada artıq biz qrafikə baxmalıyıq. Baxın, T1 buradadır. T1 xəttinə uyğun gələn həcm 1-dir. Amma bizdə deyir ki, T1 anında ayrılan deməli, hidrogen həcmi 2 litrdir. Bu səhvdir. Üçüncüdə deyir ki, uşaqlar sizin qırıntıları toz halına salınarsa reaksiyanın sürəti artar. Biz nə demişdik? Xırdalanma dərəcəsi də toz halına salınma. Yəni, xırdalanma dərəcəsi nə qədər artırsa, reaksiyanın sürəti də bir o qədər artır. Deməli, bu da doğrudur. Doğru olmayan cavab burada yalnız 2-dir. D variantı. 28-ci sualda da uşaqlar yenə eyni qayda ilə reaksiya verir və bu reaksiyada hansı ifadələrin, daha doğrusu qrafikə görə hansı ifadələrin doğru olub olmadığını təyin etməyimizi istəyir. Deyir ki, uşaqlar reaksiyanın sürəti zamandan asılı olaraq dəyişmir. Xeyr uşaqlar, əgər belə bir qrafik görürsünüzsə, istənilən halda bilməlisiniz ki, reaksiyanın sürəti zamandan asılı olaraq dəyişir. Ona görə də bu doğru deyil. Bizə doğru olan ifadəni istəyir. İkincidə deyir ki, tau2 zamanında ayrılan hidrogenin həcmi 2 litrdir. Baxaq, tau2 zamanı buradadır. Qırıq xətləri izləsək, onun uyğun gəldiyi həcm 2 litrdir. Bu doğrudur. Çünki dediyi ilə qrafik üst-üstə düşür. Üçüncüdə deyir ki, alüminium qırıntıları toz halına salınarsa reaksiyanın sürəti artar. Bu da doğrudur. Bayaq dediyim kimi, əgər xırdalanma dərəcəsi artırsa, reaksiyanın sürəti də artır. Olur burada uşaqlar. Doğru cavab B variantı. 29-cu uşaqlar deməli sualda deyir ki, uşaqlar deməli hansı reaksiyada təzyiqi 2 dəfə artırsaq, reaksiyanın sürəti 8 dəfə artır. Deməli, yadınızda qalsın ki, təzyiqin artması çox başlanğıc maddələrlə bağlıdır. Əgər başlanğıc maddələrdə 3 həcm 8 dəfə artmaqdan gedir söhbət, deməli 2 üstü 3 bizə 8 verir. Elə deyilmi uşaqlar? Deməli, başlanğıcda bizdə 3 mol qaz halında maddə olmalıdır. Suyun elektrolizi deyirsə, burada suyun parçalanmasına gedir söhbət. Suda 2 moldur parçalananda, ona görə də uşaqlar bu doğru deyil. İkincidə deyir amoniakın parçalanması. Amoniak da 2 moldur. Biz 3 mol axtarırıq. Hidrogen floridin sintezi. Ümumiyyətlə hidrogen floriddə təzyiq təsir etmir. Çünki solda da sağda da eyni sayda molda, eyni həcmdə qazlar var. C variantı doğrudur. Çünki suyun sintezində bir həcm oksigen, 2 həcmdə hidrogen reaksiyaya daxil olur. Cəmi 3 həcm qaz olur. Ona görə də reaksiyanın əgər təzyiqini 2 dəfə artırsaq, reaksiyanın sürəti burada 8 dəfə artacaq. 7-də də deyir amoniakın sintezi. Amoniakın sintezi zamanı bir həcm azot, 3 həcmdə hidrogen sərf olunur. Bu cəmilikdə 1 üstə gəlsin 3 eləyir 4. Yəni 2 üstü 4. Burada cavab olmalıydı 16. Amma biz 8 olan cavab axtarırıq. Ona görə doğru cavab burada C variantı. 30-da uşaqlar deyir ki, hansı qrafik axıradək gedən reaksiyada başlanğıc maddələrin qatılığının zamandan asılılığını ifadə edir. Deməli, uşaqlar bayaq da biz qeyd etmişdik ki, zaman keçdikcə başlanğıc maddələrin qatılığı azalır. İndi baxın. Azalan qrafiklərimiz var bizim burada. Deməli, C variantı, daha sonra A, B, C. Qalanları artan deməli göstərir, artan dəyişiklik göstərir. Ancaq əgər baxın sözə diqqət edin, axıradək gedən reaksiya deyir. Axıradək getdiyi üçün uşaqlar reaksiya C ilə B-ni birmənalı olaraq silirik. Çünki əgər reaksiya axıradək gedirsə, deməli bitib. Artıq bu reaksiyada qatılıqdan heç bir deməli şey qalmayıb. Ona görə də gəlir, bu xəttə qədər dəyir. Yəni, bu da 0 xəttidir, 0 nöqtəsi. Gəlir qatılıq 0-a qədər enir. Yəni, axıradək gedirsə, başlanğıc maddələrin qatılığı zaman keçdikcə azalır.
Daha sonra 31-ci sualda deyir ki, hansı qrafik reaksiya məhsulunun qatılığının artmasını göstərir? İndi uşaqlar, baxın, reaksiya məhsulunun qatılığının artmasının zamandan asılılığı, baxın, C variantındakı kimidir. Yəni, başlanğıc maddələrin qatılığı tamamən bitir. Ondan sonra artıq başlayır reaksiya məhsullarının qatılığı artmağa. Ona görə burada da doğru cavab olur C variantı.